Gelmişik Rustavi'nin maşın bazarında. Bir sizin röportaj hazırlayacaq. En çok trenddə olan maşınlar hansıdır deyə Rustam bazarında en çok satılan maşınlar hansılardır? Bunu sizin üçün göstərəcək. Əziz və dəyərli klub üzvləri. Ford Shelby Mustang. Bu Toyota Prius'dur. Bu dəqiqə hal-hazırda Gürcüstan bazarının trenddə olan avtomobilidir. Yəni ən çox satılan avtomobilidir. Hibriddir. 1.4 tane elə 1.5 1.8 motordur hibrid. Benzinlə bir də elektriklə işləyir. 4 litr, 3 litr, 4 litr yüzə yanacaq sərf eləyir. Həm də elektrikdir, yəni motoru elektriklə işləyir. Bu salonu. Şey görsənməkdir də bunu. Çox qəşəng dizaynı var, çox gözəl dizaynı var. Və bu dəqiqə Gürcüstanda ən çox satılan, ən çox sürülən maşınlardan biridir. Əlbəttə ki, BMW'siz Gürcüstan bazarı olmazdı. Amerikanka Troika BMW. Çox gözəl görünüşü var, çox gözəl. Sveç maşını, yəni təzə, qəşəng, səliqəli. İnan bunun il neçə olar? 2012. 328, ideal maşındır. Çox gözəl görünüşü var. Təxmini qiymət. Abi hibrid, Ford, C-Max. Bu dəqiqə demək olar ki, hibrid maşınlar trenddədir Gürcüstan bazarında. Çox gözəl, yəni yaxşı belə deyim də trenddir. Mən dəstəkləyirəm şəxsən. Ford C-Max. Ford C-Max çox qəşəng vəziyyətdə, Amerikanka. Bu da hibrid. Bu da Toyota Camry hibrid. 2012-ci ildir. Demək olar ki, yəni bazarda hibridlər sözünü deyir artıq. Artıq benzin, sırf təmiz benzin motorunu tələbatı azalır. 2012 9800'e. 2012-ci il 9800 dolar. Motor neçədir? Hibriddir, motoru 2.5'dir. Maşın Çox əla gözəl. vəziyyətdədir. Bu da hibriddir, Hyundai Sonata. Bundan da Gürcüstanda 2013-cü ildir. Bakıda ama yoxdur belə hibrid. Hyundai Sonata hibrid Bakıda yoxdur. Amma və lakin sport karlarsız da olmur da. Sport maşınlarsız da bazar olmaz. Bunun da öz alıcı kütləsi var. Bu da Golf GTI 2000 mil cəmi yol gedib. Qiymət razılaşır. 2017-ci ildir. 2 motor turbo. Çox ideal vəziyyətdə. Yəni 2000 mil getmiş maşın təhlizini təsəvvür edin. Hardasa 3500 kilometr falan. Nəzər edir. Amma çox ideal vəziyyətdə, çox gözəl görünüşü var. Bilməm indi biz buradan çəkirik, bunun effekti həminki kimi göstərirmi, olacaq mı yox, amma çox gözəl göstərir. Bundan bir balaca sağda da bizim əfsanəvi BMW Toyota. Çox gözəl. BMW şeydəki istehsal eləyə bilir. Dizayn, görünüş, aerodinamika. Yenə Toyota, yenə hibrid. Toyota ümumiyyətlə innovasiyada həmişə qabaqda olub, yenə də hibridlə bazarları fəth edir. Mercedes E-Class 550 5.5 motor kabriolet. ...2011 M55. Yine Toyota'nın Lexus'u. Avropa bazarı üçün istehsal edilir Lexus. Hibrid.
2014. Yoxdur, yəni Bakıda yoxdur belə maşın. Niyə bizdəkilər, bizim alıcılar keçmirlər hibrid maşınlara? 2014-cü ildir. Probeqini yazmayıb. 1.8 motordur. Çox ideal vəziyyətdə. Yəni mən böyük məmnuniyyətlə hibrid avtomobil alardım. Həm qənaətdir, həm ekologiyanı korlamışsan. Həm çox gözəl görünüşü var. Sport görünüşü var. Honda Veloster Sport 1.6 motor turbo. Bu da ideal vəziyyətdə, çox gözəl vəziyyətdə. 8500 dolara deyil. Bu da hardasa 30.000 mil gedib. Bu çox gözəl maşındır. Yəni şəhər üçün belə maşın idealdır. 2013-cü ildir. 1.8 hibrid motor. 7000 dolara deyir sahibi. Burada da sadəcə olaraq bəzi adamlara deməli məlumat vermək istəyirəm ki, bunun mühərriki benzindir. Yəni heç bir fərqi yoxdur mühərrikin. Eyni digər hibridsiz olan mühərrikdəndir. Əlavə olaraq bir dənə akkumulyator var burada əlavə. O da karabka ilə bağlı işləyir. Vəssalam. Elə bir qəliz bir şey yoxdur qardaşlar. Baxın öz gözünüzdən. Vəssalam. Əlavə bu işləməsə belə benzin mühərriklə maşını idarə edə bilərsiniz rahat. Maşının özü çox komfortludur, rahatdır. İçərisində səkərdim deyim. Çox gözəl dizaynı var. 160.000 kilometr probeqi var. Genişdir, bagajı da çox genişdir. Bagajı başı böyükdür. Ha, gözəldir bagajı. Cəmi 4 litr sərfiyyatı var, benzin sərfiyyatı. İndi hal-hazırda maşın benzinlə işləyir. Birinci motor işə salında motor benzinlə işləyir. 5 dəqiqədən sonra isə keçir artıq elektron motora. Və benzin sərfiyyatı dayanır, keçir artıq elektrik sərfiyyatına. Sürətdə 60-a qədər deməli gedə bilir. 60 sürəti keçəndən sonra xoda düşür. Burada deməli avtomobilin akkumulatoru var orada. Da. Burada akkumulyator, bu hissədə akkumulyator yerləşir. O hissədə akkumulyator yerləşir. Maşın bir müddət benzinlə işləyəndən sonra akkumulyator zaryadka yığır və keçir artıq elektrona. Yəni bunu belə deyim də toka zaryadkaya qoymaq lazım deyil. Özü-özünə zaryadka yığır. Bir müddət benzinlə işləyəndən sonra keçir artıq batareyadan başlayır elektrik istifadə etməyə. Bax indi maşın bu dəqiqə hal-hazırda işlək vəziyyətdədir. Görürsünüz, səs deyilən şey yoxdur avtomobildə. Və maşın işlək vəziyyətdədir. Qapı bağla. Yəni maşın bu dəqiqə motor işləyir. Motor işlək vəziyyətdədir. Yəni səssiz işləyir də. Yəni maşında səs deyilən şey yoxdur ümumiyyətlə. Çox dəhşət bir şey, yəni. Hələ bu təsəvvür edin ki 2013-cü ilin avtomobilidir. Yəni 5 il bundan qabaq bu şey artıq olub. İcad olunub Yaponiya tərəfindən, Toyota tərəfindən. Buyurun. 2012-ci il 2 turbo motor. Çox gözəl vəziyyətdədir maşın. Bunun qiyməti nədir? Düzdür, Amerikankadır. Amma maşın demək olar ki, çox yaxşı vəziyyətdədir. Bakıda çox azdır belə vəziyyətdə maşın. 3.5 motor. Qapısını 3.5 motor, 16.000 dolar. Çox gözəl ailə maşınıdır, yəni biznes klass maşınıdır. Turizm şirkətləri üçün çox ideal bir avtomobildir. Yəni qonaqları qarşılamağa, VIP qonaqları, onları transfer etməyə çox ideal vəziyyətdədir. Lük, televizor, hər şey, двойной panorama. Gördüyünüz kimi, start-stop sistemi, hər şey ideal vəziyyətdə.
Elə bir dənə qapısını bağla. Prius. Dediyim kimi, yəni Prius bir dəqiqə bazarın ən aktiv satılan cəhətdə olan maşınıdır. Çox ideal vəziyyətdədir, gözəl vəziyyətdədir. Yəni məmnuniyyətlə bu maşını alıb sürərdim. 2015 108 36.000 mile gedib. Bu arada sizə maraqlı bir şey də göstərim. Yaxşı bir innovasiyadır bu. Deməli, sevişkadır paketin içində. Və arxasında kağız paketdir qabığını tökmək üçün. Bizim də şirkətlərimiz bundan faydalansalar yaxşı olur. Yaxşı deyərik. 2.5 motor 6500 dolara Volkswagen Juk. İdeal vəziyyətdə. İdeal. Çox gözəl maşındır. Klubumuzun xanım üzvlərinin diqqətinə, nəzərinə. 2014-cü ildir. 2014-cü il. Salonu indi göstərirəm sizə. Diqqət, dadam. Çox gözəl. Yəni, salonun içində qıpqırmızı və qara koja Kupe. İdeal. Volkswagen Passatlar. Bunlar Jettalardır, bunlar da qeydiyyat. Sol tərəf Jettalar. İlham Usta, bizim klubun üzvləri şeylə bağlı maraqlanırlar. Volkswagenlərlə bağlı maraqlanırlar. Fikirlərinizi. Bunlar həm təzə modellərdir, həm çox gözəl vəziyyətdədir bu maşınlar. Sadəcə olaraq seçim eləyəndə düzgün seçim eləmək lazımdır. Maşının suda batmış olmasın, kifayətdir. Amma belə maşın kimi çox gözəl maşınlardır, qiymətləri də ucuzdur. Təxmini nə qədərdir? Təxmini 8.000, 7.000 dollardan başlayır, 9.000 dollardan qiymətləri var. 2015, 16, 17. Bu 1.4-dür səhv eləmirəmsə. Bu Jettadır. Hə, bu 1.4. Jetta 1.4. Euro 5'dir. Nəncə 1.4-ə keçdilər bunlar? 1.4 turbo olar, yəni. Bəli, turbodur və bunların qiymətləri də 6.000 dollardan başlayır. Bunlar da ucuz qiymətdir. Amma görünüşcə, komfortca çox yaxşıdırlar. Məncə daha yaxşılar. Toyota SHR 2018-ci ildir, bu ilin modelidir. 2 motor. 22.000 dollar. 22.000 dollar. 2018-ci il. 9.000 cəmi yol gedir. 900 mil. Cəmi 900 mil yol gedib. Arxa qapının ruçkası. Maraqlıdır. İnnovativ bir şeydir. Dizaynı çox gözəl. Mini Cooper 2011-ci il 11.000 dollara deyir. 1.6 turbo motor 184 at gücüdür. Çox ideal vəziyyətdədir. Fikir versinizsə mən ancaq balaca şəhər üslublu və sport maşınları üstünlük verirəm. Çünki zaman keçdikcə artıq hamı başa düşür ki, maşınlar çoxalır şəhərdə və artıq tələbat balaca maşınları və sürətli maşınlara görə dəyişir. Göstərim sizə. Yəni əslində bu adı balacadır. Bagaj neyəsə... Bagaj burada olmasın. Okay. Əslində adı minidir. Özü yəni kifayət qədər genişdir. Yəni mini olmağına baxmayın. 4 qapıdır, 5 qapıdır. Yəni bagajdan biridir, 5 qapı. İdeal vəziyyətdə. Pробег сколько у него? Pробег 90. 90.000. 90.000. Baxımsan, 90.000 mil. 90.000 probegi var. 90.000 mil. Aslında 145.000 kilometr. 145.000 kilometr. Yəni olsun, problem yoxdur. Qiyməti münasibdir yəni. Panorama, Harman Kardon audio sistem. Harman Kardon audio sistem, panorama. Yəni fulldur. Məlumatınız olsun. Və ən gözəl maşınlardan, sport karlardan biri Xaman.
Land Rover Evoque Haman atölyesində yığılmış modeli. Coupe kabriolet. Təəssüf ki, bunun sahibi burada yoxdur. Heç bir məlumat ala bilmədik. Amma çox maraqlı rəngi var. Çox maraqlı dizaynı var. Yəni Haman studiyasının yığdığı model. 2016 Dodge Challenger, $16.000. 3.6 motor. Çox gözəl vəziyyətdə. Chevrolet Camaro 2016-cı il, $23.000. 2.0 motor. Yəni belə bazarda hər maşından var, istədiyiniz avtomobildən. Bir də orada Ford Shelby var. O da 3.6 motordur. Bunun dili neçə deyiləm? $12.000, 2014-cü il. $12.000, cəmi $12.000 siz 2014-cü ilin Ford Mustang'ını ala bilərsiniz. Yəni təsəvvür edin də. 500X. 2 motor olmalıdır, səhv eləmirəmsə. Göstərim sizə. 2016-cı il 2.4 motor, hətta 2.4 motor. Qiymətini deyə bilmirik çünki sahibi yanında yoxdur. Ona geçən maşın. Arkamda gördüyünüz avtodromdur. O da sport maşınları drift edir. İndi gedir ora baxmalar. Gələm, gəlirlər dostlarım. იმდენად ახლოს მოძრაობენ პილოტები ერთმანეთთან, რომ პრაქტიკულად ამ მოსახელს კი შესაძლებელია გადასწრება. აი ეს სულ პასუხი არის საკმაოდ ახლოს მოძრაობა. ასეთი ერთმანეთთან შედეგი. თუ პირველი ოთხეული არ იცვლება, ხაიროვიც უკვე ასე ვთქვათ, მყარად მოძრაობს მეორე პოზიციაზე, მის უკანა არც თუ ისე ახლოს არის ჯანტა თურმოღლუ და იქო შევა დისტანცირებულად დავასწრენ აი ბოლო მომენტებში მივუღები. Burada deməli, əgər qonşu bacarırsansa, qonşu provası verirsən, imtahanı verirsən, sürücülük imtahanını verirsən, tam rahat şəkildə alırsan prava. Və şəhərin istənilən yerində avtomobili driftlə də olsa idarə edə bilərsən. Heç bir polisi müdafiəsi yoxdur. Çünki pravam var da. İndi inşallah istəyirik. Neymət qardaşıma da burada bir prava var. Qonşu pravası.
Bu avtomobillər çox balacadır, yəni həddindən artıq balacadır. Uzaqdan böyük görsənir sözün açığı. Amma nə bilim, zapıdan da balacadır, yəni belə bir avtomobil mən görməmişəm birinci dəfədir. Çox sürətli gedirlər. Yəqin ki, elə bunun sürətli getməyin əsas səbəblərindən biri də onun maşınların çox balaca olmağıdır. Çox balacadır ilan. Space turbo motordur. Silindir motorlar da hamısı. Amma prinsipə hamısında eynidir deyəsən motorlar. Eyni motorlardır bəli. Eyni motorlar da hamısı. Это машины класса Legends. В них установлен двигатель от мотоцикла Yamaha 1300 кубических сантиметров, приблизительно около 145 лошадиных сил. Машины разные кузова имеют, но на самом деле это абсолютно одинаковые между собой автомобили. Поэтому такая зрелищная и бескомпромиссная борьба. Всегда очень интересно, потому что сами машины имеют абсолютно одинаковые характеристики, и мощность, и кинематика подвески, Мне и самому тормоза, тоже все. самое интересное, вот в чем тогда интерес? О, там соревнуются не машины, не А узлы, пилоты. а именно гонщики. Да. Более того, у этих машин очень сильно используется слипстрим, так называемый поток. То есть, если вы за кем-то поехали, у вас есть шанс очень легко обогнать. И эти обгоны происходят очень часто, очень много. И тот, кто даже чуть-чуть помедленнее едет, он все равно может удержаться в группе лидеров. Поэтому всегда очень-очень сильно интересная борьба. Вот сейчас это была еще аккуратная гонка первых, но сейчас будет вторая. И вторая гонка, она совсем будет интересной, бескомпромиссной. Это класс один дарит такое количество обгонов за гонку и такое количество зрелищ. Знаете, много-много специалистов из автоспорта, которые видели наши гонки здесь на этих машинах, признавались мне, что ничего подобного за 10 кругов гонки они не видели ни в каких классах. Это вот уникальный класс. И он очень доступный, это самый дешевый класс, наверное, который только может быть. А кузовы вы, то есть самодельные, вы сами делаете? Нет, это американский класс, это полностью американская машина. Мы являемся региональными дистрибьюторами с компанией 600 Racing, кто производит эти машины. Это достаточно давний класс, их всего выпущено по миру, может быть, больше всех гоночных машин, больше 7 тысяч автомобилей произведено. Так что это проводится чемпионаты мира на нем, и достаточно много, где он популярен. Bu gördüğünüz maşınları bura gələrək arenda götürə bilərsiniz. 1500 dollardır. Deməli 2 gün ərzində 6-cı gün təlim, məşq sürüşləri edirsiniz. Sonra bazar günü artıq səhərdən axşama kimi sürürsünüz bu maşını, praktikavat edirsiniz. Yəni belə deyim də adrenalin yaşayırsınız. 1500 dollardır. Və bizim mütəxəssisimiz də qeyd elədi ki, hardasa 2 həftədən sonra bir dənə international rally də olacaq. Latviyadan, Rusiyadan, Avropadan pilotlar gələcək. Burada yarışlar olacaq.
ერთი პოზიციით გაიუმჯობესა შოთა აფხაზავამ. თავისი მდგომარეობა მეოთხე დომინება ამჯერად ტრასაზე მეორე პრინციპური. Я не знал. Я думал, вас не пускал. Daha bayaq izlədiyiniz həmin o bolidlər gəlib dayanırlar burada. İndi növbəti etap texniki baxışı olacaq maşınların. Növbə hissəsi bir-bir keçəcəklər texniki baxışa. Yaxın günlərdə, yəni dediyim kimi 2 həftə sonra burada beynəlxalq bir yarış olacaq. Ona hazırlaşır pilotlar və avtomobillər də təbii ki. Hərdən belə şeylər də olur. Təbiidir yəni.